Rəcəb ayında bilməli olduğumuz və həyata keçirilməsi vacib olan və təxirə salınmaz vacib əməl insanın tövbə eləməsidir. Mərhum Mirzə Cavad Ağay Məliki Təbrizi Əl-Muraqibatında belə qeyd edir. Buyurur ki, tövbə təxirə salınmaz vacib əməldir və onu tərk eləmək özü haram bir işdir. Daha sonra misal çəkir, deyir, insan nəfsini təmizləməlidir, təzkiyə eləməlidir və bu vacibi eynidir. Yəni, hər bir fərdin boynunda olan şəxsi vacib əməllərindən biridir. Allah əlimizdən tutsun, Rəcəb ayında bu vacib əməli yerinə yetirə bilək. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.